ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında mayın 19-da baş tutan telefon danışığı beynəlxalq gündəmdə rezonans doğurdu. Trumpın ikinci prezidentlik dövründə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə yönəlik çağırışları və diplomatik addımları bu görüşə olan diqqəti daha da artırdı. Ağ Evin rəsmi məlumatına görə 2 saat 5 dəqiqəlik görüşdə əsas müzakirə mövzusu münaqişənin tez bir zamanda bitməsi, atəşkəsin təmin olunması və gələcək sülh sazişinin konturlarının müəyyənləşdirilməsi olub. Trump müharibənin daha çox qan tökülmədən dayandırılmasının mümkün olduğunu irəli sürüb, kompromis əsaslı dialoqa çağırış edib. Bəzi analitiklər Trumpın Rusiya ilə yaxınlaşmasının NATO daxilində gərginlik yaradacağını ehtimal etsələr də, digərləri onun praqmatik yanaşmasının müharibəyə son qoymaq üçün real fürsət olduğunu düşünür. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, ərzaq böhranı və qaçqın axını kimi məsələlər fonunda Rusiya-Ukrayna münaqişəsinin həlli qlobal sabitlik baxımından mühüm sayılır. Trump administrasiyası danışıqların davamlı olacağını və yaxın həftələrdə konkret təkliflər paketi ilə çıxış edəcəyini bildirib.